Znать, uznать fe'li. Fərqi nədədir? İkisi də bilmək, tanımaq deməkdir. Sadəcə znать bitməmiş zamandır, uznать bitmiş zamandır. Məsələn, mən onu tanıyıram, yəni ümumiyyətlə mən onu tanıyıram demək istəyirsiniz, düzdürmü? Biz deyəcəyik ki, я знаю его ya da ее. Amma desəz ki, mən dünən onu tanımadım, çox dəyişib. O demək deyil ki, siz o adamı tanımırsınız. Xeyr. Sadəcə dəyişib, məsələn, ola bilər ki, siz onu sonuncu dəfə görəndə məsəl üçün o adam kök idi, arıqlayıb, arıq idi, kökəlib, nə bilim saçının rəngini dəyişib, makiyajı elə edib ki, tanınmaz haldadır da, belə deyim. Ona görə də demək istəsəz ki, mən onu tanımadım, məsəl üçün toyda, çox dəyişib. Deyəcəksiniz ki, я не узнал его ya da ее, очень изменился və yaxud изменилась. Deməli, знать bitməmiş zamandır, uznать bitmiş zamandır. Znать ümumiyyətlə bilmək, tanımaq, uznать da həmçinin, amma baxır cümləyə hansında istifadə edirsiniz, nə demək istəyirsiniz, hansı mənanı daşıyırsınız. Uşaqlar, əgər siz də hər gün yeni videolardan faydalanmaq istəyirsinizsə və bu cür hər gün bir addım rus dilinə yaxın olmaq istəyirsinizsə, mütləq səhifəyə abunə olun, videonu da like edin ki, bu videolar daima sizin qarşınıza çıxsın. Minnətdaram. Bu arada, əgər siz də müəllimsiz, kursa getmədən rus dilində danışmaq istəyirsinizsə, özünüz, onda mütləq danışıq kitabımı əldə edin və hər gün yarım saat vaxt ayırmanız kifayət edir ki, sıfırdan B2 səviyyəsinə kimi qalxa biləsiniz. Və aşağıda znать, uznать fe'lini 3 zamanda da hallandırmışam. Mütləq izləyin, baxın, özünüzə qeyd edə bilərsiniz və yaxud öyrənə bilərsiniz. Keçmiş zamanda necə deyəcəksiniz, indi də və gələcək zamanda necə istifadə etməlisiniz.